بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. Əmmə bə'd və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu əziz qardaşlar. Qiyamətin böyük əlamətlərinə davam edirik. Hansı ki, Dəccal barədə danışmışdıq, onun sifətlərindən və buna dəlalət edən hədislərdən zikr etdik və inşallah bugün zikr edəcəyimiz mövzu ona tabe olmaq, ona tabe olanlar və həmçinin ondan qorunmağın yolları barədə olacaq. Deməli, ona tabe olanlar, yəni ilk çıxdığı dönəmdə Yahudilərdən 70 min nəfər ona tabe olmuş vəziyyətdə Xorasandan çıxacaq. Yahudilərdən 70 min nəfərlə birlikdə. Və hədislərdə də varid olduğu kimi Dəccal hər bir yerə girəcək qısa müddətdə. Deməli, məsafənin uzun olması, yəni uzun məsafələri qısa bir müddətdə yəni qət etməyə bacaracaq. Və onun dünyada qalması 40 gün çəkəcək. Onun birinci günü bir il kimi, ikinci günü bir ay kimi, üçüncü günü isə bir həftə kimi olacaq. Digər günlərdə isə adi günlər kimi davam edəcək. Və hər yerə girən Məsih Dəccəl 4 yerdən başqa hər yerə girəcək. 4 yerdən başqa. Və onlar da Məscid-ül Haram, Kəbə və həmçinin Allah Nəbisi sallallahu aleyhi və səlləm məscidi, Məscid-ül Aqsa və Sinada yerləşən Məscid-ül Tur. Məscid-ül Tur. Bu 4 məsciddən başqa hər yerə daxil olacaq. Və ən çox qardaşlar, ona tabe olanlar Yahudilərdən 70 min nəfər və həmçinin bədəvilər olacaq. Elmi savadları az olanlar və yaxud da ki, heç olmayanlar. Və həmçinin Allah Resulü sallallahu aleyhi və səlləm ona tabe olanların sifətlərindən bildirdikdə onların balaca gözləri, xırda gözlü və düz burunlu olanlar olacaq. Yəni, burada işarədir ki, alimlər deyir ki, onlardan bəziləri türklər olacaq, türk milləti. Və ən çoxunun qadınlar olması sabit olmuşdur. Hansı ki, bu qadınları, hətta rəvayətlərdə gəlir ki, hədislərdə gəlir ki, kişilər öz qadınlarını evlərinə bağlayacaqlar ki, ona tabe olmasınlar deyə. Və şübhəsiz ki, onu görən, Dəccalı görən ona tabe olacaq. Çünki elə bir şübhələrlə gələcək ki, hələ o cür şübhə və fitnə yer üzərinə gəlməmişdir. Məsələn, elə bir şübhə ki, elə bir hadisələrlə gələcək ki, hansı ki, insan həyatında o hadisəni görməsi qeyri-mümkün olacaq. Məsələn, yağış yağmasını deyəcək və yağış yağacaq. Və həmçinin Dəccalın əməllərindən məsələn, əkinlərə, otlaqlara əmr eləyəcək və otlaqlar bitəcək və əmr edəcək, məsəl üçün, bir yerin heyvanlarının, süd verən heyvanlarının südünün çoxalması və birinə deyəcək ki, məsəl üçün, sənin anan, atan ölübmü? Deyəcək, bəli. Deyəcək, onu diriltsən, sən iman edərsənmi? Deyəcək, bəli. Və ana atasını diriltməyəcək şübhəsiz ki, yəni onların surətində şeytanlar olacaq və gəlib həmən insana deyəcəklər, bu sənin Rəbbindir, iman et. Yəni, yer üzərində, yəni insanın ağlına belə gəlməyəcək, hansı ki, o şeylərə Allah subhanahu wa ta'ala qadirdir, yəni o şübhələrlə insanları aldatmağa çalışacaq. Və ona iman edən insanlar, qardaşlar, zənginlik, var-dövlət, əkinlərin çox olduğu, mal-qaranın bəhrəsinin çox olduğu, südünün çox olduğu bir
e, belə bir imkanda, belə bir vəziyyətdə yaşayacaqlar. Və bunun əksi olaraq kim də ona iman etməzsə, ona tərəf getməzsə, kasıblıq və quraqlıqla imtahan olacaq. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm əmr eləyir ki, insanlara onun çıxdığını eşitsəniz, ondan uzaqlaşın. Yəni, heç kəs deməsin ki, mənim imanım çatır ki, yəni gedim baxım, mənim imanım olsa, Allaha həmd olsun, mən onun dəccal olduğuna iman eləmişəm. Yox, onu görən ona iman gətirəcək, qardaşlar. Allah qorusun. Çünki bayaq da qeyd elədiyimiz kimi, elə bir fitnələrlə gələcək ki, insanın ağlını başından alacaq. Hansı ki, o fitnələrdən biri, məsələn, bir uşağı iki yerə bölməsi və sonra onu birləşdirib, yəni yenidən canlanması və o uşaqdan soruşur ki, belə bir qissə baş verir və o uşaqdan soruşur ki, indi iman elədimmi ki, mən Rəbbəm? Və uşaq deyir ki, həmd olsun Allaha ki, mən indi yəqinim artdı ki, sən dəccalsan. Və o uşağı yanında gətirdiyi cəhənnəmə, yəni oda salır və dəccal yanında bir od və su ilə gəlir. Yanında bir od və cənnətlə gəlir. Yəni, şübhəsiz ki, onun oduna daxil olan cənnətə daxil olacaq. Cənnət deyə insanlara göstərdiyi şeyə daxil olan isə cəhənnəmə daxil olacaq. Və fikir verin, burada Allah Resulü sallallahu aleyhi və səlləmin yəni bir tənbihi, hansı ki, eşitsəniz ondan uzaqlaşın. Yəni, kimsə deməsin ki, mən qəlbimə sahib çıxa bilərəm, mən iman eləmərəm. Onu görən iman gətirəcək. Baxın, qardaşlar, günümüzdə bəzi insanlar var ki, ona dedikdə ki, filan bidət əhlindən, filan şər əhlindən, filan fitnəkarlardan uzaq dur. O, sanki özü öz qəlbinə və nəfsinə güvənirmiş kimi, yəni, sanki yox, bu belədir. Çünki o, əgər özünə güvənməsə, bu cür hərəkət etməz. Yəni, bu cür davranmaz. Bu addımı atmaz. Və özünə güvənərək deyir ki, mən haqqı batildən seçə bilərəm, mən sabitəm, mən əlhəmdülillah o fikirlərdə deyiləm. Gedir ona qulaq asır. Və yaxud da gedir ona sual verir, gedir ona oturub durur. Və nəticədə Allah subhanahu ta'ala, yəni bu Allahın yer üzərindəki sünnətidir. Sən azğınlığın səbəblərindən tutsan, azacaqsan. Şübhəsiz bu belədir. Və fikir verin, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, yəni fitnəyə tərəf getməyin. Çünki getsəniz, qurtula bilməyəcəksiniz. Bugün sabitliyin səbəbi onu eşitdikdə ondan uzaq durmaqdır. Və sən də əgər eşidirsənsə, bugün də var o fitnələr, yəni onun məsəl dəccal olması yəni önəmli deyil. Bugün də bidət fitnələri var, insanlardan şərli olanlar var. Eşitdiyinsə uzaq dur, qardaş. Dininin salamat qalması üçün uzaq dur. Çünki ortadakı məsələ mövzu din məsələsidir. Din məsələsi. Barakallahu fikum. Və qardaşlar, barakallahu fikum, ondan qorunmağın yolları isə Allah subhanahu ta'anın sifətlərini haqqı ilə bilməkdir. Əgər sən Allah subhanahu ta'anı tanısan və Rəbbin sifətlərini bilsən, onu öyrənsən, biləcəksən ki, o eşitdiyin sifətdə gələn mən Rəbbəm deyən məxluq Allah Taala ola bilməz. Əgər bilməsən, Rəbbini tanımasan, şübhəsiz gedib iman edəcəksən. İkinci səbəb isə elm tələb etməkdir. İnsanın qafil olmaması, insanın cahil olmaması. Və fikir verin, Allah Resulü sallallahu aleyhi və səlləmin də dediyi kimi, hədislərdə gələn kimi, ona tabi olanların əksəriyyəti bədəvlər olacaq. Yəni, elmi olmayan insanlar olacaq. Hər gördüyü şeyə sabit olmayan insanlar, hər gördüyü şeyə meyl eləyən insanlar olacaq. Üçüncü səbəb isə ondan Allaha sığınmaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə də gələn kimi ümmətini ondan çəkindirir və hər namazda ondan Allaha sığınmağı əmr eləyir. Və həmçinin tabiinin böyüklərindən Tavus rahimehullah öz övladına
bunu əmr edər və əgər namazda ondan sığınmağı unudardısa, namazı tezdən qılmağı onun üçün əmr edərdi. Və növbəti dördüncü səbəb isə ondan qorunmağın yolları Dəccalın sifətlərini və onların xəbərlərini, onun xəbərlərini insanlara danışmaqdır. Çünki Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, insanlar ondan qafil olduqları halda gələcək. Hansı ki, o dövr ki, Məsih Dəccal onulub, Məsih Dəccal yəni ondan danışılmır, insanlar ondan çəkindirilmir və onun sifətləri barədə insanlara məlumat verilmir, xəbərlər verilmir. İnsanların qafil olduğu vaxt o vaxt. Və Allah Nəbisi sallallahu aleyhi ve sellem deyir ki, insanlar ondan qafil olduqları vaxt çıxacaq. Beşinci səbəb isə məşhur səbəbdir. Kəhf surəsinin ilk 10 ayəsi və yaxud da ki, son 10 ayəsi və hədislər bu barədə fərqlidir. Ona görə də yaxşı olar ki, insan Kəhf surəsinin ilk 10 ayəsini və son 10 ayəsini birlikdə əzbərləsin. Və hədisdə varid olub ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem deyir ki, kim Kəhf surəsinin ilk və son 10 ayəsini əzbərləyərsə, Dəccalın fitnəsindən qorunmuş olar. Və doğrusunu Allah bilir. Allah subhanahu taala bizi Dəccalın və bütün fitnəkarların fitnəsindən və şərli insanların şərrindən qorusun. Allah taala bizləri ən böyük nemət olan bu dünyada sabitlik, iman üzərə sabit qalmağı nəsib etsin. Allahümmə əmin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.